Suriya məxsus yarımtonluq Kosmos 482 stansiyasının yaxın günlərdə yerə düşəcəyi barədə xəbərlər ictimaiyyətdə narahatlıq doğurub. İddia edilir ki, sözügedən kosmik gəmi Azərbaycana da düşə bilər. Qlobal İnfoza danışan Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının icraçı direktoru Professor Nərman İsmailov deyib ki, bu məsələdə yalnız NASA-ya inanmaq lazımdır. Stat: Peykin qalıqları atmosferə 10 mayda daxil olacaq. Həmin Peyk 1972-ci il martın 31-də Sovet İttifaqı tərəfindən kosmosa atılmışdı. Müəyyən texniki nasazlığa görə onunla əlaqə kəsilmişdi. İndi yerə yaxınlaşıb. NASA Peykin istənilən əraziyə düşə biləcəyini açıqlayıb. Heç bir ölkənin adı çəkilmir. Yerin istənilən ərazisi bu zərbənin altında qala bilər. Düşünün, Misir ilə Azərbaycan arasında neçə dövlət yerləşir? Suriya, İsrail, İordaniya, Fələstin, nəhayət Azərbaycana çatmamış Ermənistan da var. Niyə onların adı çəkilmir? Ümumiyyətlə, kosmik aparatın Qafqaza düşmə ehtimalı azdır. Lakin ərazimizə gələrsə, hava hücumundan müdafiə qüvvələri onu vurmaq imkanlarına malikdirlər. Statın sonu. Əziz izləyicilər, xəbərlərdən məlumat almaq üçün kanalımıza abunə ola bilərsiniz.